Xoş gördük əziz izləyicilər, əziz sürücülər, ehtiyatlı olun. Bax sizi də belə təliyə sala bilərlər. Bu təliyə düşməmək üçün videonu sonadək izləyin. Siz də belə vəziyyət yaşamayasınız deyə. Allah kurtardı. Onay da öyle. Onay da cicdillah. Sadik onay da s**kim. Dedim ben. Ona da. Allah bu cicdillah neydi la yolda? Gördüyünüz bu hadisə Türkiyə sosial medialarında gündəm olub. Belə ki, Naxçıvandan Qarsa gedən istiqamətdə yoldaş dostları ilə yola çıxan sürücü qarşısına belə özünü xəstəliyə vurmuş, yerə uzanmış və yaxud da qəza törətmiş şəkildə yerə uzanmış insanlar görür və anidən cəld tərpənir və o yolu tərk edir. Belə insanlar adətən cinayətkarlıqla məşğuldur və yaxud da sizi soya bilərlər. Xəstəliyə vurmuş kimi siz kömək etmək istəyəndə kənarda puskuda duran insanlar sizin üzərinizə hücum edib sizi soya bilərlər, xəsarət yetirə, maşınınızı oğurlaya, hətta sizi öldürə də bilərlər. Belə hadisələrin yaşanmaması üçün xüsusən gecə saatlarında kamera olmayan ərazilərdə, işıqlandırma olmayan zolaqlarda, yollarda maşın saxlamayın və belə hadisələrin baş verməməsi üçün ayıq olun.